Ana uşaq üçün ən xoş gələn şeydir, daşıyır. Allahın mərhəmət və sevgi sifətidir. Ya mənim şabbana balamı da açır qucağını, uşağa da bu xoşdur bütün hallarda. Ata isə ən xoşa gəlməz bir tərəfini təmsil edir Allahın, ədalət. Atanın sevgisini qazanmaq üçün gərək hansısa şərtləri yerinə yetirəsən. Ananın sevgisini qazanmaq üçün heç nə yetirmək lazım deyil. O sənin əyri burnumu da sevəcək. O sənin nə bilim, hər halını sevəcək. Hər halını. Sən onun üçün bütün hallarda möcüzə mənbəyisən. Yorulanda, özünü sevgisiz istəyəndə at özü ananın üstünə. Ana səni həmişə sevəcək. Hazır sevgi deposudur ana. Amma ata elə deyil. Ata gözləyir ki, sən bir nailiyyət qazanasan, bir ovovlayasan, quş-quşlayasan. Qədimlik, Dədə Qorqud dili ilə desən. Yəni, bir nailiyyətin olsun sənin. Ona görə atalarla evladların münasibətləri daha yaralı olur. Ata ağır missiya daşıyır. İndi bu ağır missiya daşıyan adamın missiyasını məhv elədilər. Qadına olan aşırı diqqət, qadın haqları, az qala qadını ailənin qurbanı elədilər. Heç birisi tarixə baxmadı ki, min illərdir kişilərin əksəriyyəti 35 yaşdan yuxarı yaşamayıbdır. Müharibələr olub, gəliblər ölkəni qırıblar, kişiləri qılıncdan keçiriblər, qadınlar, uşaqları əsir aparıblar. Kişinin aqibəti həmişə bu olubdur. İndi nə oldu siz? Qadınları qurban elan elədiniz. Bütün təfəkkürü deformasiya elədiniz bu ilə. Kişinin müqəddəs rolunu, ailədəki müqəddəs rolunu məhv elədiniz. Kişi isə ailədə Allahın kölgəsidir gerçəkdən. Ailədə kişiyə qarşı deyinmək, kişinin nüfuzunu salmaq, uşaqlara qadının daha önəmli olduğunu göstərmək bütün uşaqları bədbəxtdir. Qızlar da bədbəxtdir, oğlanlar da. Bir deyim var, deyirlər, uşaq anadan yetim qalar. Bu inancı belə bizim cəmiyyət hal-hazırda. Oladılar. Yəni atanı itirmək olar, amma ana etdikdə normalda məsələ, bu qanunlar da dəyişdi, bilirsiniz. Hüquq da dəyişdi. Bu düşüncələrin arxasıca, hüquq həmişə sürünür də ictimai diskursların arxasıca. Biz məsələn belə elədik ki, boşananda uşaqlar qalır indi ana ilə. Əvvəllər ata ilə qalırdı. Bir çox şərq ölkələrində hələ də boşananda uşaqlar ata ilə qalır. Peki atalar o məsuliyyəti hələ üzərlərinə götürməyə hazır deyirlər? Yox. Bunu qanunda qoyanda atalar da başqa cür böyür. Oğlu da kişi kimi böyütmək lazımdır. O bunu bilməlidir ki, mən məsuliyyəti götürürəmsə, bu uşaqlar mənim məsuliyyətimdir. Və qadın üçün də şərait olurdu ki, qadın sonra ərə gedə bilirdi, əgər boşandısa. Amma uşaqlı olan qadın necə ərə getsin? Onun qızı varsa, yad kişi onun qızına qarşı namərhəm olacaq. Nə qədər faciələr baş verir, nə qədər cinayətlər baş verir bütün dünya üzrə. Oxuyuruq bunları. Oğul olsa özgə atanı necə həzm eləyəcəksiniz, bilirsinizmi? Ümumiyyətlə, Freud da bunu yazdı da, bu Edip kompleksi ilə bağlı. Hər halda bir hissəsi bu məsələnin düz silibdir. Oğulun ata ilə bağlı bir rəqabəti var, problemi var. Anası ilə bölüşə bilmir onu. Hardasa belə bir psixoloji bir ilişki də var. Normaldır bu. Amma bu yad kişi ilə necə bu məsələni həll edəcək? Yeni bu bunun doğma atasıdır. O yad kişini heç vaxt sevməyəcək, onu ata kimi qəbul eləməyəcək. Ona görə də qaydası bunun bu idi, təbii qaydası bu idi ki, uşaqlar ata ilə qalmalı idi. Quranda da bu göstərilir. Hətta deyir, məsələn, boşanırsınız, qadın hamilədirsə, gözləyin, qoy uşaq dünyaya gəlsin. O yetim qoymayın o uşağı. İndi tamam dünya, qadınsı bir dünyada yaşayırıq. Qadın yönümlü dünyada yaşayırıq. Ona görə ailə institutu hər tərəfdən sarsılmaqdadır.